Salam əziz qonaqlar və Təhsil 365 komandası. Sizlərin hər birini burada görmək bizim üçün çox xoşdur. Bildiyimiz kimi, bu gün burada toplaşmamızın əsas səbəbi 3 ay fəaliyyət göstərən könüllülərlə vidalaşmaqdır. İndi isə sözü uzatmadan Təhsil 365 komandasının rəhbəri Əli bəyi bura dəvət edirik. Salam dəyərli könüllülərimiz, bir daha hər birinizi xoş gördük. Mən çox sevinirəm ki, bu 3 ay ərzində sizlərlə bir yer çalışdıq, işlədik, müəyyən yerlərlə görüşdük, söhbət elədik. Sizə gələcək həyatınızda uğurlar arzulayıram. Mən inanıram ki, siz bu aylar ərzində çox şey öyrəndiniz və öyrəndiklərinizi gələcək həyatınızda tətbiq edəcəksiniz. Aranızda seçilən daha yaxşı olanlar oldu. Bu dağılmaz faktdır. Əlbəttə ki, bizim köməkçilərimiz var, Rəşədə xanım, Fidan xanım, onlar da sizə nələrsə öyrətdilər, özləri də öyrənmişdilər vaxtı ilə, indi onları sizə öyrətdilər. Bir daha hər birinizə təşəkkür bildirirəm, minnətdaram bizim aramızda olduğunuz üçün. İnşallah burada qalanlarla biz yeni yolumuzu davam edəcəyik. Amma unutmayın ki, burada olsanız da, olmasanız da biz sayt olaraq, xəbər portalı olaraq daim sizin yanınızda olacağıq. Uğurlar. Çox sağ olun. İndi isə sözü Təhsil 365 komandasının icraçı direktoru Rəşədə xanıma veririk. Salam dostlar, hər birinizi salamlayıram. Bugün Təhsil 365 üçün çox əlamətdar bir gündür. Çünki artıq könüllü proqramının 3-cü məzun gününü qeyd edirik. Hər birinizi tanımaq mənim üçün çox xoş oldu həqiqətən. Biz burada həm iş yoldaşı, işdən əlavə həm də dost olduq. Düzdür, çox incitdik sizi, çox əziyyət verdik, amma həqiqətən bunların hər birini sizə görə etdik ki, digər fəaliyyətlərinizdə daha peşəkar, daha uğurlu olasınız. Çünki burada 90% demək olar ki, ilk təcrübəniz idi bu sahədə. Və unutmayın ki, biz yenə deyirəm, nə etmişik, hamısını sizə görə etmişik. Haqqı halal xoşunuz olsun, siz də çəkdiyiniz əziyyətləri bizə halal edərsiniz inşallah. Belə, daha da ucalarda görmək niyyətimiz var sizi. Bizim qapımız hər zaman sizin üzünüzə açıqdır. Yəni deməyin ki, videoda getdik, bitdi hər şey, bitməyibdi. Əksinə bu gündən sonra daha da yaxşı olacaq. Nəysə dostlar, çox uzatmaq istəmirəm. Hər birinizə uğurlar arzulayıram. Digər fəaliyyətlərinizə inşallah daha ucalarda olasınız. Hər birinizi tanımaq çox xoş oldu mənim üçün. Çox sağ olun. İndi isə sıranı özümə verirəm və özüm haqqında onu deyə bilərəm ki, mən də burada könüllü oldum, 3 ay fəaliyyət göstərdim və bu fəaliyyətin dövründə xəbər dərc etmək olsun, mükəmməl şəkildə öyrəndiyimi düşünürəm. Xəbərin digər sahələrində başlıq olsun, vid vermək olsun, daha sonra əsas mətn olsun, bunları daha yaxşı öyrəndim. Səhvlərimlə, düzlərimlə, hər birindən təcrübə qazanmağa çalışdım və xüsusilə də Şəhidin Səsi proqramı bizim şərəfli layihələrimizdən biridir ki, mən orada bir neçə dəfə könüllü müxbir olaraq iştirak etmişəm və buradan da xüsusi peşəkar müxbirlər sırasına daxil olmuşam. Bunun üçün də ümumiyyətcə bütün qazandığım təcrübələr üçün bu komandaya öz təşəkkürümü bildirirəm. Sağ olun. İndi isə könüllülərimizin fəaliyyəti haqqında hesabatı sizə təqdim edirik. Gülbadam xanım ümumilikdə 254 saat işləyib və 1135 xəbər paylaşıb. Təbrik edirik Gülbadam xanım. Aysel xanım 163 saat işləyib və ümumilikdə 806 xəbər paylaşıb. Alsu xanım 153 saat işləyib və ümumilikdə 795 xəbər paylaşıb. Səma xanım 164 saat işləyib və ümumilikdə 826 xəbər paylaşıb. Nərgiz xanım 153 saat işləyib və ümumilikdə 762 xəbər paylaşıb. Təbrik edirəm. Könül xanım 151 saat işləyib və ümumilikdə 639 xəbər paylaşıb. Xədicə xanım 156 saat işləyib və ümumilikdə 314 xəbər paylaşıb. Təbrik edirəm. Və sonunda özüm 185 saat işləmişəm və 798 xəbər paylaşmışım. Sıra tortumuzu kəsməyə gəlib. İndi isə alqışlarınızla hər birinizi tort kəsminə dəvət edirik. Her an
Ey sevgilim, seninle buradum. Ey sevgilim, benim sende kanım. Ey sevgilim, yalnızsın bize. Ey sevgilim, beraber ölelim. Söyle sevgilim, seninle oturdum. Ey sevgilim. Otursun ellerim, ellerim ayar, baksın o gözler, gözlerim ayar, gözüm ezberim, bitsin kederim. Sen olun yazım ol, sonbaharım ol, eşkimin çaresi, dermanım ol, bugünden zevklerim, ey sevgilim. Oturdum, böyle sevgilim, Ben bugün oturdum. böyle sevgilim. İndi isə könüllərinizi göstərdiyi fəaliyyətlərinə görə tərtib edilməsi üçün Əli bəyi bura dəvət edirik. Kimdir ilk adını deyin. Başlayalım. Səma xanım, Səma Qadirova. Buyurun, zəhmət olmasa. Buyurun, Səma xanım, təbrik edirəm. Xanımın tədrisini. Buyurun, Səma xanım, sizə uğurlar arzulayıram, təbrik edirəm. İnşallah görüşürüz. Buyurun, sağ olun. Aysel xanımı bura dəvət edirəm. Buyurun, Aysel xanım. Yemək yanında yolum var. Buyurun. Gözünü. Buyurun. Təbrik edirəm, uğurlar. Yalan kimdir? Çörək xanım, buyurun. Çörək xanım, gəlin. Aktiv olun, xəbər paylaşın. Buyurun, Çörək xanım. Buyurun. Yalan kimdir? Bizim xüsusi aparatımız Amda xanım, buyurun. Buyurun, Buyurun, Amda xanım, gerçəkten uğurlarınızı buyurun. Buyurun, Xəstə xanım, sizə uğurlar. Buyurun. Növbət kimdir? Kim qaldı? Gülbadan xanım, gəlin. Araştırma jurnalisti, buyurun. Buyurun. Xanım hədiyyəsi. Buyurun, Gülbadan xanım, uğurlar sizə. Teşekkürler. Nergis Hanım. Nergis xanım, gəlsin. Buyurun. Nergis xanım. Xanım həcəsini verək. Buyurun, Nergis xanım, sizə uğurlar. Sağ olun. Asu Hanım. Alsın xanım, gəl. En son bakıyoruz. Buyurun. Çok güzel istiyorum. Çok böyle bir. Xanım həcəsini verək. Buyurun. Sağ olun. Dostlar, sizə uğurlar arzulayıram, gəldiyiniz üçün minnətdaram. Ümid edirəm ki,
bizdən inciməniz həqiqətən də biz çalışdıq ki, hər birinizin işini dəyərləndirək layiq formada və inanıram ki, bunu bacardıq. Öncələ hər birini salamlayıram. Təsvir 65 İnformasiya Agentliyinin dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Əvvəla, təbii ki, rəhbərə çox təşəkkürümü bildirirəm. Burada olmaq həqiqətən mənim üçün çox xoş oldu. Böyük təcrübə qazandım burada. Və icraçı direktor Rəşən Quliyevəyə böyük minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bizim gələcək fəaliyyətimizdə daha yaxşı yollar çıxarıq, yəni bu təcrübə kimi. Çox xoşam ki, burada oldum, çox xoşam ki, sizi tanıdım, çox sağ olun. İlk olaraq mən də hər kəsi salamlayıram. Bu könüllülük müddəti çox qəşəng keçmişdi həqiqətən və bu yolda bu bizim ilk təcrübəmiz idi. Bu yolda bizim dəstək olan direktorumuz Əli bəyə və icraçı direktorumuz Rəşana xanıma çox xüsusi, daha xüsusi təşəkkür edirəm. Fidan xanıma da həmçinin. Bu könüllülük bizə təcrübədən yanaşı, həm də məncə gözəl dostlar qazandırdı. Buna görə ekstra belə deyim, daha çox şadam. Mən düşünürəm ki, insan həyatından keçən heç bir insan bir dövr üçün olmur. Mən yenə düşünürəm ki, biz həyatımın hansısa bir hissəsində yenidən başqa bir yolda, başqa bir hekayədə yenidən qarşılaşacağıq. Ümid edirəm ki, həmin vaxt qarşılaşdıqda da çox gözəl xatirələrlə yenə rastlaşarıq. Hamınızı çox sevirəm, əziyyətiniz üçün təşəkkürlər. Ümid edirəm, siz də mənə razı qalmışsınız. İlk olaraq hər kəsi salamlayıram. Başda Əli bəy olmaqla Rəşanə xanımı, Fidan xanımı, düzdür, aramızdan ayrılan Fatimə xanımı buradan çox-çox təşəkkür edirəm. Həqiqətən əməyiniz danılmazdır üzərimizdə. Mən bu sayda qoşulanla demək olar ki, xəbər barəsində heç bir şey bilmirdim. Sizin sayənizdə çox şey öyrəndim, çox təşəkkür edirəm. Yaxşı ki, varsınız. Sizi tanımaqla həqiqətən mən çox şadam. Səma xanım demişkən, yəni sizi tanımışkən təkcə rəhbər olaraq deyil, yəni yeni dostlar qazandıq bir-birimizə. Çox təşəkkür edirəm, həqiqətən çox sağ olun. Hər kəsi salamlayıram ilk öncə, həm rəhbər heyətimizi, həm də dəyərli komanda üzvlərimizi salamlayıram. İlk öncə bunu deyim ki, bu könüllülük bizə həqiqətən çox şey qazandırdı. Həm xəbər yazmaq barəsində müəllif yazısı olsun, açıqlamalar olsun və yaxud da digər növ xəbərlər olsun, çox şey öyrəndik. Və əsas da digər komanda üzvlərimizin vurğuladığı kimi çox dostlar qazandıq, dəyərli dostluqlar, dəyərli rəhbərlərimiz də bizim artıq dostumuzdur, belə deyək. İnşallah gələcəkdə bu sahədə də olmasa başqa yerlərdə qarşılaşarıq. Sağ olun, çox sağ olun. Öncə salam, hamınıza təşəkkür edirəm. Bir yerdə əməkdaşlıq elədiyimiz üçün çox xoşbəxtəm. Burada qazandığım təcrübədən əlavə də jurnalist olmaq belə arzu kimi idi, sanki ona çatmış oldum. Hamınıza təşəkkür edirəm, əsasən Əli bəy və Rəşanə xanıma. Öncə əziyyətə keçən hər kəsə təşəkkürümü bildirirəm, xüsusilə də Rəşanə xanıma. Yəni, həqiqətən 3 ay müddəti çox maraqlı idi, yeni məlumatlar almaq, yeni insanlar tanımaq. Həqiqətən də çox xoş oldu, bir daha hər birinizə təşəkkür edirəm. Hər birinizi salamlayıram ilk öncə. Təsvir 65 xəbər portalının bütün rəhbərlərinə və könüllülərinə çox təşəkkür edirəm. Bu təhsil portalında mən çox şey əldə etdim. Bunun üçün də hər birinizə çox minnətdaram, yəni çox duyğulanıram. Bayaq da qeyd elədiyim kimi, başda rəhbərlərimiz olmaqla, rəhbərlərimiz və burada işlədiyimiz bütün könüllüləri ürəkdən təbrik edirəm. Rəhbərlərimizin əziyyəti üzərimizdə böyükdür və eyni zamanda komanda adını aldıq və komanda o deməkdir ki, hər kəs bir-biri ilə yola getməyi bacarır, işini yerində yetirir və biz bunun üçün, bizim rəhbərlərimiz bunun üçün çalışdı, əziyyət çəkdi. Biz də bacardığımız qədər təcrübələrə yiyələndik. Bəzən vaxtlarımız oldu ki, vaxtımız olmadı, bir-birimizi idarə etməyə bacardıq, sözümüz tutmadı, digərləri bir-birini yola verməyə, yaxud da başa salmağa çalışdı. Rəhbərlərimiz yön verdi və bunun üçün də hər kəsə anlaşılı olduğu üçün ilk olaraq mən onun üçün təşəkkür etmək istəyirəm hər kəsə. Sağ olun.